Cəmşid cənabları, indi buyurub sizi dinləyəcəklər Banu bəyim. Mən sizin haqqınızda gözəl sözlər eşitmişəm. Azərbaycan sizinlə fəxr etməlidir. Təşəkkür edirəm Kilyas. Xoş gəlmişsiniz Banu bəy. Sizi gördüyümə şad oldum. Rica edirəm əyləşin. Buyurun Banu. Mənim sizin əslinizə olan dərin hörmətimə əmin ola bilərsiniz Banu bəy. Əlbəttə General Mehdiqulu xanım, İbrahim Xəlil xanım qızına, General Mehdiqulu xanım nəvəsinə hörmət hər kəsin borcudur Banu bəy. Eşitdiyimə görə siz də həm də gözəl şairsiniz. Mən Azərbaycanın igidliyinə heyranam. Ancaq təəssüf ki, bu cür cəsur xalqın yarısı sizdən ayrı düşüb Banu bəy. Bu bizim faciəmizdir Kilyas. Azərbaycan xalqının iki yerə bölünməsi və qardaşı qardaşdan ayırmaq ədalətli iş deyil. Sizin Tiflisə gəlməyiniz mənə məlumdur Banu bəy. Mən çalışıram ki, atanızdan qalan mülkün yarısı sizə qaytarılsın. Mən bütün mülklərimin qaytarılmasını tələb edirəm Kilyas. Siz tək varsınız Banu bəy. Bu qədər mülk nəyinizə lazımdır? Mən tək deyiləm Kilyas. Mənim Şah əlimin insanları hələ də şosse için. Uşaqlar isə məktəbsiz, elmsiz, kitabsız böyüyürlər. Mən onlara heç bir kömək edə bilmirəm. Yaxşı Madmazel, sizin xahişinizə olduğu kimi imperatora çatdırarım. Ümid edirəm ki, imperator da İbrahim Xəlil xanım nəvəsindən öz köməyini əsirgəməz. Diqqətiniz üçün təşəkkür edirəm Kilyas. Sizə yaxşı yol Madmazel. Çox sağ olun Banu bəyim. Göl meşələr sərt qayalar arasında uca qalaya bulaq çəkdirilir. İndi bu bulaq sizin şərəfinizə unudulmaz bir yadigardır. Mən əminəm ki, insanlar bu kiçik bulaqla kifayətlənməyəcəklər. Qarını verən utanmaz Banu bəyim. Siz əlinizdən gələni xalq üçün əsirgəmirsiniz. O kiçik bulaq sizin şərəfinizlə gecə gündüz nəğmələr oxuyur. Bu açılış münasibətilə sabah bütün şəhər əhalisi mənim qonağımdır.